O üçün 21 Azər hərəkatından dərs almamız vacibdir və gərəkir. 21 Azər hərəkatında ola bilər rəhmətli Seyid Cəfər Pişəvərinin ən böyük səhvi, məsəl üçün bundan qabaq da həmən cəlsədə vardı, bəzi yoldaşları təkrarlamaq da ola bilir. Ən böyük səhvi düşmanına zamanı olmayan yerdə səhv edib, rəhm edib, dostcasına yanaşmasıdır. Demək, bizdə bir ənənədir demokrasi üçün savaşmaq. Ancaq bu ənənə, madam içində milli düşüncə yoxdur, millətləşmək əsasında deyildir, biz heç zaman sonuca vara bilmirik və qazana bilmirik. Hər zaman da əldən vermişik. Sadəcə Pişəvəri zamanında görə bilirik, bir az Azərbaycan düşüncəsi içinə qatıldığı zaman biz sonuca ala bilirik və dövlətimizi qoya bilirik. Son zamanlarda Güney Azərbaycan hərəkatı mədəni hərəkatdır. Sanki bundan öncə bizim hərəkatımız qeyri-mədəniymiş. Yaxud bundan sonra biz bəşər haqları çərçivəsində fəaliyyət edəcəyik. Zaten Güney Azərbaycan milli hərəkatı bəşər haqları əsasında yaranmışdır. Bunlar iç-içədirlər. Bəşərdirlər orada Güney Azərbaycanda yaşayanlar və onların haqları tapdalanır. Və biz kimə üçün Güney Azərbaycan milli hərəkatını deyirik? Yoxdur. 2 həftə ondan sonra Güney Azərbaycanda Təbriz şəhərində Asiya oyunlarında bir böyük plakard igid öğrencilər tərəfindən açılır. Sağ Azərbaycan iznat İran. Demək, potansiyelimiz də vardır. Amma elə həman bu xətt onu birincisi boykot edib, ikincisi isə mən ona müxalifəm deyib, üçüncüsü isə artıq bunlar ağılsız gənclərdirlər deyilir. Ruhani seçildiği zaman İran'ı heç bir seçkisin doğru keçitməyibdir. Dünyanın siz heç bir yerində tapa bilməzsiniz. Bir prezident ilk səs sayılandan son səs sayılana qədər 50,yarım% olsun. Bu hər bir ağıla şaşırtıcı bir olaydır. Tutalım doğrudur, ancaq bu xətt Ruhaninin orada kempenlərini dolandırır. Və Ruhani üçün Azərbaycan millətindən səs yığır. Və bunun ardı gəlir. Ardı bitmir. Və bu təhlükənin ardı bitmir. Təhlükənin sıralayıb gələndə fərqli kimliklər yaranır. Fərqli paralel hərəkətlər yaranır. Fərqli kimlik deyəndə nəticə sonuc etibarilə belə alınır. Mən Kürdəm, evdən çıxdığım zaman Türk də ola bilərəm, evə döndüyüm zaman sevərəm, Bəlus da ola bilərəm. Soy deyə bir zat yoxdur. Soydan danışan soyçudur, ırkçıdır, rasistdir. Zaman dar olduğu üçün artıq bunların ardına da getmirəm. Qalsın ki, bu düşüncəyə etiqad etdiyimiz zamanda bizim üstümüzə gəlib bizi ağılsız insanlar, gənc və bilməyən insanlar adlandırırlar da. İran adlanan ölkənin bayrağı notlamağına da işarə etmək istərdim ki, də vaxt az olduğu üçün işarə etmirəm ki, güya bu çox pis iş imiş və qalsın dərin masa bölümünə. Ancaq əziz, hörmətli iştirakçılar, biz millətçiyik və millətçiliyimizi danmamalıyıq. Biz haray çəkməliyik millətçiyik. Mən nasionalistəm. Bunun danmağı yoxdur. Dünyada da belə çıxış etməliyik. Qoy buna hər nə ad qoyulur deyilsin. Bilirəm, indi bundan sonra yenə də başlanacaqlar, təmsilçisi getdi filan. Nə bilim, ırqçıdlar, ağırları başlanır. Yox, olsun. Bizim yol xəritəmiz qoy olsun Səhəndin şeiri. Qoyun məhkum olun millətçiliyə. Əmir bəy Mərdanı vardılar. Əmir bəy Mərdanını tribun arxasına alıram. Buyurun. Salamlar, sayğılar, hörmətli əziz və dəyərli iştirakçılar. Zamanın dar olduğu üçün mən da təşəkkürlərimi elə birbaşa ilə bildirim. Əvvəldən öz adıma və Azərbaycan öyrənci hərəkatında Azov qrupu tərəfindən əziz və hörmətli quruculardan və elə birbaşa söhbətlərə gedim. Hörmətli ziyalılarımız, alimlərimiz məndən öncə danışdılar, çox gözəl nüqtələrə işarə etdilər və əziz Səttar bəy vurğuladıqları kimi də illər boyudur 21 Azər burada həm qutlanır və həm əldən verdiyimiz gün göz yaşları ilə biz anırıq. Ancaq bu hərəkatdan 21 Azərdən biz dərs almalıyıq və bu dərslərimizi öyrənməsək, gələcəkdə də eyni günə düşəcəyik, eyni zəfərlərimizi əldən verəcəyik. O üçün 21 Azər hərəkatından dərs almamız vacibdir və gərəkir. 21 Azər hərəkatında ola bilər rəhmətli Seyid Cəfər Pişəvərinin ən böyük səhvi, məsəl üçün bundan qabaq da həmən cəlsədə vardı, bəzi yoldaşları təkrarlamaq da ola bilir. Ən böyük səhvi düşmanına zamanı olmayan yerdə səhv edib, rəhm edib, dostcasına yanaşmasıdır. Bunun üstünə çox tartışıla bilər. Seyid Cəfər Pişəvəri zamanında Qəvam Müsəltə ilə mübahisələr də vardı. Zamanında doğru davranmadı. Düşman düşmandır. Biz hamımız indi milli savaşdayıq. Milli kəlməsini sevməyənlər vardır əcəba.
azadlıq hərəkatı deyək. Biz azadlıq hərəkatındayıq. Azadlıq hərəkatını, madam zəfər var, madam uduzmaq vardır, demək ki, sən savaşdasan və savaş olduğun zaman sənin düşmanın vardır. Düşmana zamanı olmayan yerdə sən rəhm etsən, nəhayətdə həman düşmən sənə rəhm etməyəcəkdir. Dönəlim indiki hərəkatımıza və Güney Azərbaycanın indi azadlıq hərəkatına gələk. İndiki bizim qabağımızda olan gücsüz yerlərimizə, yaxud qabağımızda olan tuzaqlar nə ola bilir? İşarə olundu. Məncə, ola bilər mənim yanında olan bəzi yoldaşların da düşüncəsi belə olsun. Bizim ən qabağımızda təhlükəli olan tuzaq İran üçün demokrasi gətirmək prosesidir və bizim milli hərəkətimizin ona necə yanaşmasıdır. Tarix boyu göstərilibdir. Zaten Azərbaycan türkləri və türklər İrana hər zaman demokrasi üçün mübarizə aparıblar, savaşda olublar və demokrasi gətirmək istəyiblər. Pişəvəri hərəkatının gəlib çata bilərik. Ondan öncə Səttarxan hərəkatı, Məşrutə, Azadistan hərəkatı, Şeyx Məmməd Xiyabani, gəlin elə pişəvəriyə çatın, pişəvəri də hətta elə düşüncələrinə baxsaz, ilk öncə İran əsasında demokrasi üçün savaşmaq da istəyirdi. Ondan sonra gəlin İran İslam İnqilab Cumhuriyyətinin quruluşuna baxdığınızda, inqilab zamanı 1357-ci ildə, hətta o zaman türklər də elə savaş apardığı zaman İran üçün demokrasi də istəyirdilər. Ondan sonra Şəriət Mədarı hərəkatına da baxsaz da elə bu vardı. O da deyirdi ki, Xumeyninin başçılığı olmasın, milli lider, dini lider, siyasi liderə dönməsin. O da elə İran üçün bunu düşünürdü. Demək, bizdə bir ənənədir demokrasi üçün savaşmaq. Ancaq bu ənənə, madam içində milli düşüncə yoxdur, millətləşmək əsasında deyildir, biz heç zaman sonuca vara bilmirik və qazana bilmirik. Hər zaman da əldən vermişik. Sadəcə pişəvəri zamanında görə bilirik, bir az Azərbaycan düşüncəsi içinə qatıldığı zaman biz sonuca ala bilirik və dövlətimizi qura bilirik. Və ən qorxulu yerdə buradandır. Və düşmanımız indi qarşımızda olan İran hakimiyyəti, farsçılığa qulluqçu olan İran hakimiyyəti buradan da sui-istifadə edib yararlana bilir. Millətimiz nə durumdadır? Çoxlu söhbətlər oldu. Millətimizin durumu oradadır ki, artıq illər boyu düşmana dostla yanaşıb, onun ardında gəlib savaşa gedib və ondan sonra həmən dost sandığı insanlardan və hakimiyyətdən düşmancasına davranışlar gördükdən sonra artıq da bundan bezmişdir. Örnəyi çoxdur. Örnəyi son illərdə 20 il milli hərəkatına baxdıqdan da keçsək, 1388-ci il, 2009-cu il prezident seçkilərinə dönə bilərik. Əhmədi-Nicar Kərrubi Musəvi cəryanlarında millətimiz boykot etdi İran üçün demokrasi savaşını və qazandı. Demək, millətimiz artıq düşmanını dost kimi yanaşmaq istəmir və bu proses gedir. Urmu gölü hadisələrinə baxa bilərsiniz. 3 il ardıcıl, hətta 1 il 3 həftə ardıcıl aksiyalar keçirildi Urmu şəhərində, Təbriz şəhərində. Qalsın digər aksiyalar, qalsın plakard asmalar və qalsın elə bu gerçək ki, İran seçkilərində Azərbaycan hər zaman ən düşüş səsi vermişdir. Bunlar bizim güclərimiz. Ancaq bizim gücsüz yerlərimiz də vardır. Ancaq bizim təhlükə hiss etdiyimiz yerlərdə vardır. Və o nə mənədir? Elə həman işarə olunduğu yer. İran üçün demokrasi prosesi. Son illərdə ola bilsin, diqqət etsək, bir balaca bir xətt milli hərəkətin insan sızdırılmaqdadır. Və bu hərəkətin sonuc etibarilə daşıdığı mahiyyət, demokrasi adı ilə milli düşüncəni artıq bizim içimizdən həsr etməyə çaba göstərməkdir. Bu gerçəyi, bu demək deyildir ki, milli düşüncə ilə demokrasi bir-birinə ziddir. Yox, elə deyildir. Azərbaycan Demokrat Firqəsi yarandığı zaman görürük ki, eyni ilə Azərbaycan düşüncəsi var. Demokrasi də aynında, kənarında vardır və bu sonuca vara bilir. Bu demək deyil ki, bunlar fərqlidir. Xətər oradan gəlir ki, bu demokrasi kəlməsindən kullanaraq gələcəkdə bizə tuzaq yarana bilən səhvlərə yol çəkilməkdədir. Güya son zamanlarda görə bilirik, Güney Azərbaycan Milli Hərəkatının adının Güney Azərbaycan dəfələrcə milli demokratik və milli demokratik kəlmələrlə bombardımana aparmaqdır. Güya bundan öncə bizim hərəkatımız qeyri-demokratik imiş. Son zamanlarda Güney Azərbaycan hərəkatı mədəni hərəkatdır. Sanki bundan öncə bizim hərəkatımız qeyri-mədəni imiş. Yaxud bundan sonra biz bəşər haqları çərçivəsində fəaliyyət edəcəyik. Zaten Güney Azərbaycan Milli Hərəkatı bəşər haqları əsasında yaranmışdır. Bunlar iç-içədirlər. Bəşərdirlər orada Güney Azərbaycanda yaşayanlar və onların haqları tapdalanır. Və biz kimə üçün Güney Azərbaycan Milli Hərəkatını deyirik? Yaxud nə bilim biz barışçıl olmalıyıq və s. və s. Hədəf nədir? Güney Azərbaycan Milli Hərəkatının milli adına ayrı bir paltar geyindirib demokrasi kəlməsini onun üstünə gətirməkdir. Və hər zaman bunun üstünə də gedəndə soru soranda belə cavab alınır ki, özəlliklə dışarıda
bizi yəni içəridən də cavab verirlər ki, bizi dışarıda biz desək biz nasionalisti bir hərəkatıq, bizi o qədər almayacaqlar. Yox, elə deyildir. Şəxsi təcrübəmdən bunu deyirəm də. Son zamanlarda bir ildə görürsünüz. Güney Azərbaycan İttifaqı, Etilaf, Azok KDP etilafından ən azı 20 Avropa Parlamenti ilə görüş olubdur. İsveç parlamentorları ilə görüş olub. İndi hala da Amerika senatorları ilə, kongresmenləri ilə görüş olur. 50-yə yaxın bu yüksək səviyyədə siyasi düşüncədə çalışan insanların birisi çönüb bizə demədilər, siz nə üçün milli düşüncədən danışırsınız? Birisi demədilər, siz nasionalistsiniz, siz rasistsiniz. Aman bizə bəşər haqlarından fəqət danışır. Heç birisi bizə çönüb demədi. Nədən çönüb demədilər ki, artıq bizi dəstəklədilər də, eşq olsun. Bir millətsiz, haqlarınız tapdalanır. Siz nasionalisti bir hərəkət zaten olmalısınız. Bunları deməkdən o demək deyil ki, bu sızdırılan xətt o qədər də güclüdür. Yox, o qədər də güclü deyil. Ancaq örnək üçün bəhs qabağa getdiyi üçün bunları toxunmaq lazım idi. Zaten bunların cavabını elə içəridə olan Həsən Dəmirçi çox gözəl bir görüşdə veribdir ki, lütfən oturun yerinizdə. Yaxud elə Abbas bəy Lisani, Səhət bəy Mətinpurun doğum günündə çox gözəl işarə elədilər. 2. Bizim qabağımızda böyük tuzaq qurulur. 1. Yalancıl qəhrəmanlar yaranmaq. 2. İnhirafi xətt içimizə sızmaq. İnhirafi xətt nə deməkdir? Örnəklər vardır. Acı da olsa, sərt olsa örnəklər də vardır. Güya imza toplanılır ki, həmən daşıdığı xətt İran üçün demokrasi üçün savaşmaq. İmzalar toplanır, İran üçün demokrasiyə savaşmağa aparan qəzetələrdən güya neçə dənə qəzetədilər, bir dənə bizə səfəvi ayırsın, biz öz dilimizdə yox, Azəri dilində yazı yazaq. Və sanki bu çox böyük bir zəfər imiş, maksimalisti, minimalisti söhbətlərdən işarə olunaraq qabağa gedilir və güya biz ay kürəsini fəth etmişik. Ancaq çox maraqlıdır, söhbət edəndə ki, bu milli hərəkatı düşük səviyyəyə çatdırmağınızın nədəni nədir? 2 halət, 2 sözdür. 1. Millətimizdə potansiyel yoxdur. 2. Əmniyyəti nədənlərdir. Çox maraqlıdır. 3 gün ondan sonra Abbas bəy Lisani içində olaraq, Həsən Dəmirçi içində olaraq və çoxlu ziyalılarımız imzası ilə Ermənistana qarşı bir yazı çıxılır. Güney Azərbaycanda, Təbriz şəhərində. Açıq söz adları ilə Ermənistanın cənayətlərin hədələyirlər və İrana deyirlər ki, sənin məhsulların nə üçün Ermənistana gedirlər? Bəs demək, əmniyyəti məsələ o qədər də bir problem orada ola bilməz. Belə bir düşük səviyyəyə yenməyə. İkincisi isə millətimizdə potansiyel yoxdur. 2 həftə ondan sonra Güney Azərbaycanda Təbriz şəhərində Asiya oyunlarında bir böyük plakard igid öyrəncilər tərəfindən açıldı. Sağ Azərbaycan İznat İran. Demək, potansiyelimiz də vardır. Amma elə həmin bu xətt onu birincisi boykot edib, ikincisi isə mən ona müxalifəm deyib, üçüncüsü isə artıq bunlar ağılsız gənclərdirlər deyilir. Söhbət edəndə biz içimizdən çıxmalıyıq deyilir. Ancaq içimizdən çıxmaq deyində heç işarə olunmur ki, nədən siz bu böyüklükdə işi boykot edirsiniz. Ardı gəlir. İşarə olundu. Ruhani seçildiği zaman İranı heç bir seçkisin doğru keçitməyibdir. Dünyanın siz heç bir yerində tapa bilməzsiniz. Bir prezident ilk səs sayılandan son səs sayılana qədər 50,5% olsun. Bu hər bir əqlə şaşırtıcı bir olaydır. Tutalım doğrudur, ancaq bu xətt Ruhaninin orada kempeynlərini dolandırır. Və Ruhani üçün Azərbaycan millətindən səs yığır. Deyiləndə nədir səbəbi? Biz artıq hər bir fürsətdən istifadə və qullanacağıq. İstifadə edib qullanacağıq. Ancaq bunun dalında olan xətt nədir? Necə ki, Zəttar bəy çox gözəl işarə etdilər. Sanki bizim millətimiz artıq millətçilik deyildir. İran üçün demokrasi savaşındadır. Biz artıq İran üçün demokrasiyə hər bir çaba göstərməyə hazırıq deməkdir bizim millətimizdə. Və bunun ardı gəlir. Ardı bitmir. Və bu təhlükənin ardı bitmir. Təhlükənin sıralayıb gələndə fərqli kimliklər yaranır. Fərqli paralel hərəkətlər yaranır. Fərqli kimlik deyəndə nəticə sonuc etibarilə belə alınır. Mən Kürdəm, evdən çıxdığım zaman Türk də ola bilərəm, evə döndüyüm zaman sevərəm, Bəlus da ola bilərəm. Soy deyə bir zat yoxdur, soydan danışan soyçudur, ırqçıdır, rasistdir. Ardı gəlir. Ardı gələndən sonra görürsünüz ki, elə həmən İranın ən faşist olan türklərə baxışı olanlardan bir ekip qadın araşdırması aparır. İranın 31 steytindən, əyalətindən 10 dənəsini seçir. Əcəba 5 dənəsi Azərbaycanın əyalətləridir. 5 dənədən 3-ünü qoyur ən başda. Ərdəbil şəhəri olur, Ərdəbil ustanı olur ən başda gedən. Nə mənədə? Güya İran içində qadınlara baxış, ən geri qalmış baxış Ərdəbil şəhərinçiymiş. Ərdəbil ustanınçiymiş. Və deyiləndə səbəb nədir? Bu yalancıl
sənədləri yaydığınızda belə cavab alınır. Yox, biz özümüzdən intiqad etməliyik. Budurmu biz özümüzdən intiqad etməyin mənzuru? Və ardı gəlir, ardı kəsilmir. Ardı gəlir oraya çatır ki, biz nəhayətdə şəhərlərimizi dil etibarı ilə əldən verməyə də razı olmalıyıq. Ki, güya üçün, məsələn, fələn şəhərdə danışanların çoxusu türk deyil, demək, o da bizim tarixi ərazimiz ola bilməz. Bu da şəhərlərdən vaz keçmək. Və nəhayəti bir şahkar olur. Nə demək? Çox böyük bir zəfər olur güya. Ruhani və Amerikanın işbirliği əsasında bilirsiniz, Cenevada gedib bir bildiriyə qol çəkdilər. O üçün biz hətta milli faal olaraq da Xameneidən təşəkkür etməliyik. Tamam, 30 saniyədə mən çalışıb sözlərimi yekunlaşdırım. Deməli, buradadır ki, söhbət Şəhriyarın şeiri yada düşür. İtimiz qurd olalı, biz də qayıtdıq, qoyun olduq. İt ilə qol boyun olduq. İt əlindən qaçaraq qurda da bizzat boyun olduq. İt ilə qol boyun olduq. Zaman dar olduğu üçün artıq bunların ardına da getmirəm. Qalsın ki, bu düşüncəyə etiqad etdiyimiz zamanda bizim üstümüzə gəlib bizi ağılsız insanlar, gənc və bilməyən insanlar adlandırırlar da. İran adlanan ölkənin bayrağı notlamağına da işarə etmək istərdim ki, də vaxt az olduğu üçün işarə etmirəm ki, güya bu çox pis iş imiş və qalsın dərin masa bölümünə. Ancaq əziz, hörmətli iştirakçılar, biz millətçiyik və millətçiliyimizi danmamalıyıq. Biz haray çəkməliyik millətçiyik. Mən nasionalistəm. Bunun danmağı yoxdur. Dünyada da belə çıxış etməliyik. Qoy buna hər nə ad qoyulur deyilsin. Bilirəm indi bundan sonra yenə də başlanacaqlar, təmsilçisi getdi filan filan falan. Nə bilim, ırqçılar, ağırları başlanır. Yox, olsun. Bizim yol xəritəmiz qoy olsun Səhəndin şeiri. Qoyun məhkum olun millətçiliyə. Dünyada millətin bilməyən, dünyada millətin sevməyən kimdir? Elin, dilin, yurdun talan etsələr, acıyıb başına döyməyən kimdir? Milli təəssübdən danışdım olsun, əslini itirən həramzadadır. Mərd oğul vətənin haqqını itirməz. Vətən insana ən böyük anadır və unutmayalım, həyatın bir amansız qanunu var, təəssübsüz millət gərək xar olsun. Çox sağ olun, məni dinlədiyiniz üçün.